Təcili olaraq Masazır gölünə yaxın Saray Bağları deyilən ərazidə 2 mərtəbəli həyət evi satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak həyət evidir. Yerləşir Saray Bağları deyilən ərazidə Masazır gölünə yaxın, təxminən 4-5 sotun içində inşa olunmuş 2 mərtəbəli ümumi sahəsi 160 kvadrat olan bir həyət evidir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. 2 mərtəbəli tikilinin birinci mərtəbəsində 3 yataq otağı və bir hamam sanitar qovşağı yerləşir. İkinci mərtəbəsində isə Avropa sayağı qonaq otağı və mətbəx yerləşir. Həyətində müxtəlif meyvə ağacları mövcuddur və əlavə olaraq hamam və besedqası var. Dəyərli izləyicilər, qiyməti sonda deyəcəyim, izləmədə qalın. Bu həyət evinin qazı, suyu, işığı daimidir, sənədi isə bələdiyyə sənədidir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram. Bu həyət evi yerləşir Saray Bağları deyilən ərazidə Masazır gölünə yaxın, təxminən 4-5 sotun içində inşa olunmuş 2 mərtəbəli, ümumi sahəsi 160 kvadrat olan bir həyət evidir. 4 otaqlıdır. Birinci mərtəbəsində 3 yataq otağı, bir hamam və sanitar qovşağı mövcuddur. İkinci mərtəbəsində isə böyük qonaq otağı və mətbəxi mövcuddur. Həyətində müxtəlif meyvə ağacları var, besedqası var, hamamı əlavə olaraq həyətində də mövcuddur. Dəyərli izləyicilər, əvvəldə də bildirdiyim kimi bu həyət evinin sənədi bələdiyyə sənədidir və qiyməti 175.000 manatdır. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Təcili olaraq Eldar Ağayev küçəsində Nemes layihəli 4 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak yerləşir Yasamal rayonunda, Tbilisi prospektinə yaxın Eldar Ağayev küçəsində 2 mərtəbəli Nemes layihəli binanın birinci mərtəbəsində ümumi sahəsi 100 kvadrat olan 4 otaqlı bir həyət evi təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Dəyərli izləyicilər, mənzilin qazı, suyu, işığı daimidir, istilik sistemi kombidir. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Bir neçə dedikdə həm Şəfayət Mehdiyev, həm Tbilisi prospektindən keçən bütün avtobus xəttlərinin dayanacağına çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Eldar Ağayev küçəsində, Tbilisi prospektinə yaxın 2 mərtəbəli Nemes layihəli binanın birinci mərtəbəsində 3+1 həyətyanı sahəsi də var, 2 maşınlıq parkingi, zirzəmisi var, qazı, suyu, işığı daimidir, istilik sistemi kombidir, sənədi kupçadır. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 205.000 manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə
əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda Akim Abbasov küçəsində köhnə tikili binada 3 otaqlı, ideal təmirli, sənədi kupçu olan bir mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonu Akim Abbasov küçəsində Trikoronanın yaxınlığında 5 mərtəbəli köhnə tikili binanın 2-ci mərtəbəsində. Ümumi sahəsi 75 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli, sənədi kupçu olan, yel çəkən bir mənzildir. Binanın bünövrəsi betondur, divarları daşdır. Mənzilin suyu, qazı, işığı daimidir, istilik sistemi mərkəzidir. Mənzil əşyaları ilə birlikdə satılır. Dəyərli izləyicilər, binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər 158 nömrəli orta məktəbə və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonu Akim Abbasov küçəsində Trikoronanın yaxınlığında 5 mərtəbəli köhnə tikili binanın 2-ci mərtəbəsində. Ümumi sahəsi 75 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli, sənədi kupçu olan, yel çəkən və bütün əşyaları ilə birlikdə satılan bir mənzildir. Sonra da izləyin qiyməti deyəcəyim. Binanın qazı, suyu, işığı daimidir, istilik sistemi mərkəzidir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına və həmçinin İnşaatçılar metrosuna da çox yaxın bir ərazidə yerləşir. Bu mənzilin qiyməti 192.600 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050-277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Super mərtəbədə ideal təmirli 3 otaqlı mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində yeni inşa olunmuş 20 mərtəbəli binanın 11-ci mərtəbəsində. Ümumi sahəsi 120 kvadrat olan 3 otaqlı, tam təmirli, qazı, suyu, işığı daimi olan bir binada yerləşir. Ən əsas məsələlərdən biri də odur ki, mənzilin sənədi kupçadır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağı demək olar ki, binanın qarşısında yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Böyük Bravonun qarşısında yeni inşa olunmuş hündür mərtəbəli binanın 11-ci mərtəbəsində. Ümumi sahəsi 120 kvadrat olan kupçasında isə 100 kvadrat kimi qeyd olunan ideal təmirli 3 otaqlı bir mənzildir. Əvvəldə də bildirdiyim kimi binanın qazı, suyu, işığı daimidir və mənzil bütün əşyaları ilə birlikdə satılır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir.
Dəyərli izləyicilər, bu mənzilin qiyməti 240.000 manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.